UEFA Çempionlar Liqasının 16-1 mərhələsi haqqında videonun ikinci hissəsidir. Hal-hazırda danışacağım cütlük Inter və Bodo Glimt cütlüyüdür. Inter Çempionlar Liqasına çox yaxşı başladı. Ardıcıl 4 oyunda qələbə qazandı. Lakin 5-ci turda Atletico Madriddə, daha sonra Liverpoola və Arsenala məğlub olaraq ilk 8-likdə yerini itirdi. Komanda Inzaghi'nin gedişindən sonra düzdür, komandada bəzi zəifliklər görünür. Lakin Inter hələ də var, çox güclü bir kollektivdir. Bodo Glimtə gəlsə isə Bodo Glimt gözlənilmədən fikrimcə sona 2 tur qalmış qrupdan çıxdı. Çünki sona 2 tur qalmış evdə Manchester City ilə qarşılaşırdı. Səfərdə isə Atletico Madridlə, yəni sensasiyon olaraq Manchester City-ni məğlub elədi. 3-1 hesabı ilə Atletico Madriddə səfərdə 2-1 hesabı ilə məğlub elədi və bununla UEFA Çempionlar Liqasının 16-1 final mərhələsinə yüksəldi. Bodo Glimt ümumiyyətlə böyük komandalara problemlər yaşatmağı bacarırdı. Bu mövsüm Juventusla, Tottenhamla, Monaco ilə lazım qədər problem yaşatmışdı. Lakin oyuna gəlsək, həm Interin təcrübəsini nəzərə alaraq bu cütlükdə fikrimcə Interin mərhələ atlamasını gözləyirəm. Fikrimcə 60-ın 40-a Inter mərhələ atlayacaq. Lakin Bodo Glimt də təəccübləndirə bilər. Interin Inzaghi'nin gedişindən sonra zəif yerlər görükür. Əlbəttə oyun fikrimcə burada yerləşən ən sensasiyon komanda Qarabağdır. Qarabağla Newcastle oyunudur. Qarabağ bu Çempionlar Liqasında artıq 2 dəfə ingilis rəqibləri ilə üz-üzə gəlib. Bir dəfə Chelsea ilə başda 2-2 hesabı ilə heç oynayıbdı. Səhv eləmirəmsə 5-ci turda. Bir dəfə isə Liverpoolla 6-0 hesabı ilə Enfielddə Liverpoola məğlub oldu. Qarabağ təbii ki bu Çempionlar Liqası hamını çox təəccübləndirdi. Qrupdan çıxdılar. Chelsea ilə çox vacib PCC elədilər. Benfica ilə oyunda qəhrəmancasına geri dönüş, Freiburgla oyunda qəhrəmancasına geri dönüş, Kopenhagen üstündə 2-0 hesabı ilə inamlı qələbə. Newcastle da təbii ki son tura kimi 8-ci yerə şansını saxlayırdı, lakin son turda Paris Saint-Germain-lə 1-1 hesabı ilə heç oynayaraq 8-ci yerdən 8-ci yerə düşə bilmədi, daha dəqiq desək. Təbii ki ilk oyun başda keçəcək. İlk oyunda mən heç və Qarabağın minimal qələbəsini belə gözləyirəm, lakin məğlub da ola bilər. Oyunu birdən bilə bildiyim olmaz. Çünki Qarabağ bu il böyük komandalara qarşı çox inamlı oyun göstərdi. İstər Chelsea-yə qarşı, istər Napoliyə qarşı düzdür bütün oyun demək olar ki bağlanmışlar, lakin elə böyük hesabla məğlub olmadılar. Bir dənə böyük hesabla məğlub olduqları top komanda Liverpool idi. O isə səviyyə fərqi həddindən artıq yüksək idi. Üstəgəl Enfielddə oyun idi. Newcastle-a gəldiksə isə Newcastle bu mövsüm pis mövsüm keçirmir. Çempionlar Liqasında düzdür ilk 8-yə düşməməyinə baxmayaraq olduqca yaxşı oyun göstərirdi, amma büdcə fərqini də nəzərə alsaq və cavab oyununun İngiltərədə keçirəcəyini nəzərə alsaq 75-in 25-ə Newcastle favorit görürəm. Amma ilk oyunda Azərbaycanda Qarabağ Newcastle məğlub eləsə belə təəccüblənməyəcəm. Lakin büdcə fərqini, səviyyə fərqini nəzərə alsaq bu oyunda Newcastle mərhələ atlamasını gözləyirəm. Növbəti cütlük Brügge və Atletico Madriddir. İlk baxışda favorit açıq-aşkar görükə bilər bu Atletico Madriddir. Lakin Brügge'nin bu il Çempionlar Liqasında yolunu izləsək elə açıq-aşkar danışmaq olmaz. Bu oyunda həm Brügge'nin də Atletico Madridin də lazımi qədər fikrimcə şansları olacaq. Yəni burada ilk oyunda ən azından açıq-aşkar bir favorit görmürəm. Çünki Brügge öz evində oynayır. Brügge son turda Marseille məğlub eləyərək UEFA Çempionlar Liqasının 16-1 mərhələsindən çıxdı. Tarixində ikinci dəfə, ilk dəfə ötən mövsüm, növbəti dəfə isə indi. Yəni fikrimcə Brügge ilk oyunda Atletico Madridi minimal hesabı ilə məğlub eləyəcək, lakin cavab oyunda bütün faktorlar həm Atletico Madrid cavab oyunu evdə keçirəcəyini nəzərə alsaq, həm də Çempionlar Liqası təcrübəsini nəzərə alsaq, fikrimcə Atletico Madrid növbəti mərhələyə atlayacaq. Buna 65-in 35-ə deyirəm, çünki Atletico Madrid mərhələyə atlayacaq. Atletico Madrid həm büdcəsi daha böyükdür, həm də təcrübəsi daha çoxdur. Bəli, Çempionlar Liqası göstərir ki, bəzən büdcə heç nəyə yaramır. Məsəl üçün 1 milyard dəyərində olan Chelsea 24 milyon dəyərində olan Qarabağla heç oynadı və ya 100 milyonlarca avro dəyərində olan Manchester City Bodo Glimtə 3-1 hesabı ilə məğlub oldu. Lakin təcrübə və digər faktorları üst-üstə yığanda fikrimcə Atletico Madrid mərhələ atlayacaq. Növbəti cütlük isə Bayer Leverkusen Olympiakosdur. Bu komandalar qrup mərhələsində üz-üzə gəlmişlər. 8-ci turda və səhv eləmirəmsə Olympiakos 2-0 hesabı ilə qələbə qazanmışdı. Bayer Leverkusen çox adam deyirdi ki, Alonso bəxtə gəldi, amma bəxtə gəlmədi. Əgər Alonso gələndən sonra Bayer Leverkusenin nəticələrinə baxsaq, görmək olur ki, hər şey belə deyil. Çünki dövründə Bayer Leverkusen UEFA Çempionlar Liqasında yaxşı mübarizə aparırdı. Qrupdan ilk 8-likdən çıxırdı. İstər Bundesliqanın çempionu oldu, istər ikinci mövsümdə Bundesliqada ikinci oldu. Lakin indi Bayer Leverkusenin turnir cədvəlində yerinə baxsaq, Bayer Leverkusen UEFA Avropa Konferans Liqasına düşmək uğrunda mübarizə aparır. Yəni təsəvvür edə bilirsiniz, 2 il əvvəl çempion olan komanda bu il hal-hazırda UEFA Konferans Liqasına düşmək uğrunda mübarizə aparır. İlk oyun Yunanıstanda keçəcək və Yunanıstanda mən Olympiakosun qələbəsinə belə təəccüblənmərəm. Çünki komandanın problemləri çoxdur. Əgər Almaniya Bundesliqasına və ya Bayer Leverkusen bu mövsüm Çempionlar Liqasında oyunu izləsəz, siz görə bilərsiniz ki, Bayer Leverkusen həqiqətən problemləri var və Xabi Alonso getdikdən sonra komandanın əsas liderləri Wirtz və Frimpong kimi liderləri Liverpoola keçdikdən sonra komandada həqiqətən zəiflik gözlənilir. Amma nəzərə alsaq ki, cavab oyunu Bayern yanında olacaq. Fikrimcə burada Bayer Leverkusen
Leverkusenin keçməyinə 55-in 45-ini vermək olar. Çünki Bayer Leverkusen həm daha təcrübəlidir, həm də cavab oyunu evdə oynanılacaq.